Mutludur, üzüm kutludur. Gözlerim umutla doludur. Ardımca gel, izinden olma. İzlerim kurtuluş yoludur. İzlerim kurtuluş yoludur. Köy Türklerin bayrağında men First day of school in so-called Iran. First day of school is supposed to be a happy day in every child's and every parent's life and family. It is not so in the so-called country of Iran. For the majority of non-Persians of Iran, the first day of the school is the day of cultural, lingual and educational genocide. All educational material has to be in Persian and filtered by Persian Shia-centered government. All non-Persian languages are banned and related. First day of school is the day of punishment for non-being Persian, for being Turk, for being Turkmen, for being Arab or Baluch. All non-Persian have to suffer under apartheid regime of Persian Shia. First day of school is the day of mourning for non-Persians. We condemn Iranian terrorist regime for the deliberate and systematic assimilation of non-Persians majority of Iran. We condemn Iranian Persian terrorists for this operation. For us, South Azerbaijani Turks, first day of school is the start of another year of more assimilation to a foreign language and culture, more alienation from our language, culture and history. We condemn Iranian racist occupation regime and declare, number one, we ask all freedom-loving people and human rights organizations and activists and all democratic governments to pay attention to the suffering of non-Persians and especially South Azerbaijani Turks in Iran. We would like to draw attention to the fact that we are on the side of democracy, freedom and self-determination for people. We declare the so-called Islamic terrorist regime of Iran the enemy of freedom and democracy. Number two, we demand Iranian government to immediately stop forcing foreign Persian language upon children of South Azerbaijan. Number three, we demand Iranian occupying force to leave South Azerbaijan immediately and without condition. We believe in self-determination, freedom and democracy, and in this struggle we welcome assistance of democratic government and non-governmental organizations. Number four, we thank U.S. Congress and Honorable Mr. Dana Rohrabacher for defending the rights of South Azerbaijani Turks, self-governance and freedom for occupation of racist Iran. Number five, we ask all democratic governments and human rights and democracy activists in the world to assist us in the struggle for freedom, human rights and democracy. Number six, we declare that we never cease our struggle to achieve human rights, freedom, democracy and independence for Iranian occupation. South Azerbaijani Independent Party, 23rd of September 2012. Thank you very much.
Çok sağ olun ki bu çətin şəraitdə buraya gəlmişsiniz və yağışlı havada, uzaq yerdə olduğuna baxmayaraq İran casusxanası siz burada iştirak eləmişsiniz, ayaqlarınız ağrımasın. Bugünün burada yığışmamızın səbəbi 1 mehr məktəblərin açılış günü ilə bağlıdır ki, 35 milyon Güney Azərbaycanlı öz ana dilində oxuyub yazma haqqı olmadığına görə və bir tərəfdən də Güney Azərbaycanda ən faciəli zəlzələlərdən olan bir hadisənin 40'ını biz burada yad edirik. Əlimiz ora çatmır, heç olmasa buradan onlara rəhmət diliyirik və bu Fars şövenizminin, Fars hakimiyyətinin onlara laqeyd qalmasına öz etirazımızı bildiririk. Ona görə bu biz Güney Azərbaycan İstiqlal Partiyası olaraq təşəbbüsü ilə burada Azərbaycan Federasiyasının nümayəndələri və Dünya Azərbaycanlıların Kongrəsinin nümayəndəsi və sədri burada da iştirak edirlər və biz 8 ölkəsində bu etiraz aksiyasının həyata geçmiş elə bu günlərini eyni zamanda. Ona görə biz dağın başında da ola, dünyanın o başında da ola, hər yerdə ola, bu casusxananı tapıb öz etirazımızı bildirəcəyik və bunları rahat qoymayacağıq ki, öz faşist əməllərini əməl eləsinlər. İndi isə sözü verirəm Federasiyanın başkanına, hörmətli Səttar bəy Sevgin, buyurun. Çox sağ olun Səməd bəy. Əziz yurttaşlar, bugün Güney Azərbaycan İstiqlal Partiyasının çağrışına, səsinə səs verərək, daha doğrusu millətimizin səsinə səs verərək bura gəlmişik. Bu təşəbbüsü də Güney Azərbaycan İstiqlal Partiyası irəli sürür. Onlardan da təşəkkür eləmək yeri var. Bir il daha geçti, ancaq Azərbaycanın problemləri hələ də həllini tapmayıb. Quzeydə olur olsun, güneydə olur olsun. Güney Azərbaycanda məktəblər açılır, amma 35 milyon Azərbaycan türkü, Güney Azərbaycan türkü hələ də ana dilində oxumağa haqqı yoxdur. Bunu dünyada hər yerdə deyəndə heç kim inanmır. Yəni 35 milyon Azərbaycan türkünün ana dilində məktəbi olmasın. Bu artıq inanılmaz bir acı bir gerçəkdir və bunu da biz millət olaraq qəbul eləmişik. İndi başqalarının suçu var burada, təbiidir. Başqaları Fars şovinizmi bunu bizə zorla qəbul etdirib. Amma bir dənə önemli məsələ bizim özümüzə qayıdır. Yəni biz Azərbaycan türkü olaraq deməli çətinliyimiz var və bu mübarizəni irəli sürə bilmirik. Yəni bugün məktəblərə gedən əzizlərimiz, ata-analarımız uşaqlarını aparmamalıdırlar və ya gedib məktəbin qabağında durub etirazlarını eləməlidirlər. Ancaq İran həm şah zamanında, həm də İslam Cumhuriyetinin dövründə millətimizin gözünü qorxudur. Bizim millət də nədənsə bu son dövrdə qan tökülmədən çəkilir və istir sülh yolu ilə, danışıq yolu ilə məsələləri həll eləsin. Elə eyni şeyimiz Quzey Azərbaycanda da var. İndi mən Güney Azərbaycanın üstündə dayanıram. Azərbaycan dili bir millətin dilini əlindən almaq, o millətin yer üzündən silmək anlamında gedir və bu siyasət çoxdan başlanıb İran rejimi tərəfindən və bu da davam edir. Onu da əsas məsələsi İranda yaşayan Güney Azərbaycanlıları
Güney Azərbaycan türklərini farslaşdırma. Biraz da bunda başarılı olublar. Ama son zamanlar Kuzey Azərbaycanımızın müstəqil olduğu ve her zaman bu başı belalı olsa da Türkiye'mizin var oluşu, məntəqədə özünə böyük bir güc olan Türk dünyasının başkendi Ankara'mız, İstanbul'umuzun var oluşu bu Fars şövenizminin siyasetini hedefe koymayıp çata. Yani Türklerin bütün dilini elinden alabilmeyip. Biz Güney Azərbaycan Türküyək, ana dilimizi yazıb oxumamışaq, ancaq qoruyub saxlayabilmişək. Hem Kuzey Azərbaycanın sayesinde hem de Türkiye'mizin. Ama bu yeterli değil. Əzizlərimiz, biz xaricdə yaşayanlar, içeride bizim sesimizi duyanlar, yeter artık Fars dilinde yazmaktan vazgeçin. Ne olar Fars dilini bütün hamımız qalemlərimizi qoyaq yerə. Onlar ki Türk dilini yaza bilmirlər, biz hamımız o cürdük, ama yaza öğrenilir. Fars dilini mən elə İstiqlal Partiyasına da indi bir vətəndaş kimi, bir İstiqlal Partiyasını sevən kimi, bir İstiqlal Partiyasının elə üzvü kimi üz tuturam deyirəm, Fars dilində gəlin yazmayaq. Fars dilində heç bir program irəli sürməyək. Fars dilini danışmaqla kimi başa salmaq istəyək? Fars millətini mi? Fars milləti sözünü deyib, axıra kimində deyəcək. Onlardan bizə hər hansı bir işıq yolu yoxdur. Fars dilində yazarsak, 75 milyon Türkümüzü hələ bölümümüzdə olan Kuzey Azərbaycan 9 milyon, o yüzden de Türkiye Türklerini özümüzden uzak salırıq. Kuzey Azərbaycanda Fars dilini oxumaq istəmirlər, oxumurlar və bilmirlər də heç. Və bizsələ də lazım deyil. Öz ana dilimizi yazıb öyrənmək lazımdır. Bu mənim bir vətəndaş olaraq, bir dənə Azərbaycan Türkü olaraq istəyimdir və ümid edirəm bir gün ola bizim Facebooklarımızda Fars dili yazılmıyor. Bizim kitaplarımızda Fars dili olmuyor. Məqalələrimiz Farsça olmuyor. Bu birinci addımdır bizlerin tərəfindən. Yani biz özümüzü milliyetçi adlandıran özümüzün tərəfindən. Sonra da ana atalarımız, bacı qardaşlarımız, İran'da, Güney Azərbaycanda yaşayan yurttaşlarımız da İran dövlətinin boğazından yapışıb həqlərini almalıdırlar. Baxın, zilzilə olur, millətimiz nə gündə yaşırlar. Bunu İran dövləti, başta Cumhuri İslami İslam Respublikası bizim o vətəndaşlara əl atmır. Nə gündə yaşırlar, bizim yadımızdan çıxıb. Zığ evlərin altında yaşayan və nə əziyyətlər çəkirlər, bilə-bilə də İran dövləti gedib bunlara yardım da eləmir. Yəni bu İslam dinində də belə bir şey qəbul olan bir şey deyil. Amma bunlar İslam dininin deməli en başta sadır eləyənləridir, dünyaya yayanlarıdır və özlərini onun başçıları bilirlər. Biz indi Azərbaycan Türkü olaraq nələr dözəcəyik ki? Ana dilimiz yasaqdır. Biz ana dilimizi yazıb oxuya bilmirik. Biz deməli bizi lal və öz kimliyimizdən uzaqlaşdırmaq istəyirlər. Mən buna nə qədər dözəcəyəm? İranda nə qədər biz bunu qəbul edəcəyik, bu rəzaləti? Deyirlər bir dənə dil olmalıdır. O dil kim deyir Fars dili olmalıdır? Türk dili, eğer biz demirik tek Türk dili İran'da resmi dil olsun. Bizim istəyimiz budur, başka milletlerin de dili resmi dil olsun. İran'da Azərbaycan Türkçesi resmi dil olmalıdır, devlet dili olmalıdır. Bu bizim esas istəyimizdir, birinci addım budur. Sonra iktisadiyyat, sonra bütün mənəviyyat, her şey İran'da düzgün paylanmalıdır. Yani bir milletin orada hakimiyette olup ve bir millet o birisine hüküm sürə bilmez. O milletin başında Türk de olur olsun fərq eləmir. Orada İran'da bizim bugün istəyimiz milletimizden, başta milletimiz olarak İran İslam Respublikasının belini sındırmaq için Azərbaycan Türkçesini rəsmi etmək lazımdır. Azərbaycan Türkçesi devlet dili olmalıdır. Kuzey Azərbaycanda olduğu kimi, Türkiye'de olduğu kimi bizim dilimiz rəsmiyyət tapmalıdır. Bu bizim əsas istəklərimizdən biridir və bunu da millət olaraq başta özümüz həll etməliyik. Sonra öz gücümüzü göstərib başqalarından istəməliyik. Yəni biz gücümüzü göstərməsək, onlar gəlib bizə deməyəcəklər, gəlin bu sizin dilinizin biz rəsmi eləmək istəyirik. Onlar hər yerdə gücün varsa, orada da sənə onlar baş əyəcəklər. Azərbaycanın quzeyinə də gəldikdə, gənə də eyni şeydir. Gücümüzü bir gün göstərməliyik, bir gün artıq yetər. Bir gün hücuma geçib Azərbaycan torpaqları ermənilərdən təmizləməlidir. Mən təşəkkür edirəm, amma ümidimiz budur.
Azərbaycan Türk milləti, Güney Azərbaycan Türk milləti bir gün öz ana dilinin dövlət dili, rəsmi dili olması ilə öz bağımsızlığına qovuşsun. Çox sağ olun. Çox sağ olun Səttar bəy. İndi isə Dünya Azərbaycanlıların DAQ Dünya Azərbaycanlıların Konqresinin sədri hörmətli Məmməd bəy Azərə sözü verirəm. Buyurun. Çok teşekkür ederim değerli Samet Bey. İlk önce değerli soydaşlar, Güney Azerbaycan İstiqlal Partiyasından teşekkür edirik. Böyle bir günü unutmayıp ve burada bu soğuk havaya bakmayarak bu İran casusluğunun karşısında böyle bir mitingi teşkil ediptir. Aziz soydaşlar, bilirsiniz ki Səttar Bey'in de işare ettiği bazı çok önemli bir meseleler. Ana dili, bugünkü gündə ana dili əsasən insanların demək, yani milli şuurunun yaranmasında ana dilinin büyük bir nəqşi vardır. Bir, İranda təəssüflər olsun, bir il daha 35 milyon Azərbaycan türkü mədrəsələrin açılışında öz körpə balalarını 6 yaşa yetişərkən bir yabancı dildə məktəbə göndərməyə məcbur olur. Bir körpə ki, heç bu dili hələ də öz evində danışmayıbdır, bir məktəbə girir və orada siz baxın, görün nə qədər bu insanı psikologik baxımından baskı altında qoyurlar. Nədən Azərbaycanda savadsızlıq bu qədər aşağı olur nisbət Fars məntəqələrinə görə? Bu təbiidir ki, insanlar bu başqa bir dildə, yabancı bir dildə məktəbə gedib və o dili başlayıb sıfırdan oxumaqla təbii ki, insanlar o məktəblərdən qaçmağa məcbur olurlar. Buna baxmayaraq, Azərbaycanlılar, mən bir məsələ burada çəkim, İsveçdə bir xanavadada, bir ailədə uşaqla anası bir zaman farsça danışmağa başlamışdı. Sonra bu uşaq bağçaya gedəndə burada, Dağısta və yaxud bağçada İsveç dilini öyrənməkdə yox, bəlkə ümumiyyətlə danışmaqda bir çətinlik çəkirdi. Orada bir psixolog çağırmışdılar və o əsasən uşağın ana dilinin nə olduğunu ilk öncə soruşub, sonra bununla evdə nə dildə danışırsınız demişdi. Ana dönüb demişdi ki, budur, ata bu dildə danışır, bu dilimizdir, amma mən uşağla bu Fars dilində danışır. Və o, bu uşağın düzgün dil aşmamasının ən əsaslı səbəbini elə onu demişdi ki, bu bir yabancı dildə siz haqqınız yoxdur uşağla öz ana dilindən, yəni o sütü əmmiş dili bunun əlindən alıb başqa bir dildə danışırsınız. Əgər uşaq öz ana dilini düzgün bir şəkildə öyrənirsə, bir paya dil kimi öyrənirsə, təbii ki, bu uşaq başqa dilləri çox rahat bir şəkildə öyrənməyə belə bir qabiliyyəti də vardır. Ona görə siz çalışın ki, bu uşaqla bu dili yox, bəlkə öz ana dilində olduğu kimi danışın. Və təbiətən bu məsələ çox aydın bir şəkildə səmərə və nəticə də vermişdir. Bugün əziz dostlar, yəni belə bir çətinlikləri biz baxmayaraq görürük. Təbii ki, etirazlar olunur. İndi başqa ölkələrdə də eyni gündə elə İstiqlal Partiyası tərəfindən və yaxud başqa təşkilatlar tərəfindən İranda olan bu baskıya, demək, ana dili baskısına, insanlarımızı zorla öz dilindən eşikdə bir məktəbə aparma günündə etirazlar olunur. Biz ümumiyyətlə belə bir etirazları təbii ki, davam etdirməli, ta o zamana kimin ki, öz millətimiz, öz ana dilində, öz məktəblərinə getməli. Təbii ki, Səttar bəyin dediyi kimin də və öz millətimiz də içəridə belə bir günlərdə məktəblərə... In the day of punishment for not being Persian, for being Turk, for being Turkmen, for being Arab or Baluch. All
non-Persian have to suffer under apartheid regime of Persian Shi. First day of school is the day of mourning for non-Persians. We condemn Iranian terrorist regime for the deliberate and systematic assimilation of non-Persian majority of Iran. We condemn Iranian Persian chauvinists for this operation. For all South Azerbaijan's Turk, first day of school is the start of another year of more assimilation to be a foreign language and culture, more alienation from our language, culture and history. We condemn Iranian racist occupation regime and declare. We ask all freedom-loving people and human rights organizations and activists and all democratic governments to pay attention to the suffering of non-Persian and especially South Azerbaijani Turk in Iran. We would like 22 september bildiğiniz kimi İran adlanan ölkədə məktəblərin başlanğıc günüdür. Bu gündə bizim 35 milyon Güney Azərbaycan türklərinin yavruları, balaları zorla Fas'a məktəblərə göndərirlər. Zorla Fas'sa oxumağa məcbur qalırlar. Bu günlər isə biz buraya yığışmışıq Fars işgal rejimini bir daha da boykot edər. Baxmayaraq ki 85 ildir bizim torpaqlara giribdir. 85 ildir bizi sistematik şəkildə assimilasyon siyasəti aparır. Dilimizi bütün qurumlarda, dövlət qurumlarında yasaqlayıb, hətta bizə zorla Farsça oxumağa məcbur edir. Ana dilimizi yasaqlayıb, Türkçə uşaqlarımıza ad qoymağı yasaqlayıb, şəhərlərimizin adlarını dəyişdirib, göllərimizin, dağlarımızın və bütün varlıqlarımız. Yəni bizdə indi bir şey qalmayıb utuzmağa. Bu gün biz bunu qanunsuz soyqırım ya mənəvi soyqırım adlandırıq. Niyə ki bugünlərsə bizim uşaqlarımız kültürel soyqırım olurlar. Onların var yoxu milli varlıqları inkar olunur. Və bu davam edir 85 ildir və bugünlərsə biz də içəridə olan Güney Azərbaycanda olan bütün millətimizlə səs-səsə vermişik. Bu məktəbləri boykot edilir. Və inanırıq ki çox çəkmədən Fars işgalçı rejimi o cür ki görünür bütün dünyada boykot olub və tək qalıbdır. Zindanlarımızla birlikdə ki, bugün işgəncə altındadılar. Gördüğünüz arkada olan fotoların hepsi zindandadılar insanlar. Ya da şəhidlərimiz, ya da işgəncə olunanlarımızdılar. Bunların səsini heç bir zaman batırmayacaq, səslərinə səs verəcək, son damla qalımıza dək qurtuluş savaşımızı davam edəcək. Mən Caypın qətnaməsinin necə var, o cürdə sizə çatdırmaq istəyirəm. Mədrəsənin birinci günü münasibəti ilə Caypın qətnaməsi. Mədrəsənin birinci günü hər mədrəsəyə gedən uşağın və valideynin yaşamında sevinəcəyi bir gün olmalıdır. Ancaq İran adlanan məmləkətdə bu belə deyildir. İranda yaşayan və fars olmayan çoğunluğa görə mədrəsələrin birinci günü dilsel və kültürel olaraq bir soyqırım döndür. Bütün öğretimlə ilgili yazılan təhmili fars dilindədir və mərkəzi hökumətin fars şiir fitrəsindən keçmişdir. Fars olmayan bütün dillər öğretim yerlərində yasaqlanıb qadağan olmuşdur, təhqir olunmuşdur. Mədrəsənin birinci günü fars olmamağın, türk olmağın, türkmen olmağın, ərəb olmağın, bəluc olmağın cəzalanma günüdür. Fars olmayan hər kəs fars şiir və apartheid rejimi ilə əzilib getməkdədir. Mədrəsənin birinci günü fars olmayan hər kəs üçün bir əza günüdür. Biz İran terörist rejiminin çoxunluqda olan fars olmayan millətləri qəsdən və sistematik olaraq farslaşdırmaq çabalarını şiddətlə qınayıb, məhkum edirik. Biz İran irqçi və faşist siyasətlərini şiddətlə qınayıb, məhkum edirik. Biz Güney Azərbaycan türkləri mədrəsənin birinci günü daha çox farslaşmanın və daha çox türksüzləşmənin və öz dilimizdən, kültürümüzdən və tariximizdən yabancılaşmanın sembolik günü bilir və elan edirik. 1. Millətimizə özgü olan fars dilini zor işlədərək Azərbaycan evladlarına təhmil edilməsinə dərhal son verilməlidir. 2. İranın işğalında olan Güney Azərbaycanın idarəçiliyi Güney Azərbaycanlılara geri verilməlidir. Bu səbəblə İran İslam terörist rejimi işğalçı özgürlüyün, insani haqlarını və demokrasinin düşməni elan edir. Dərhal Güney Azərbaycan torpaqlarını tərk etməsini istəyir və bu istiqamətdə bütün demokratik ölkələrdən yardım arzu edirik. 3. Biz Amerika Konqresmeni cənab
Tana'dan və Amerika Kongresindən Güney Azərbaycanlıların haqlarını müdafiə edib gündəmə gətirməsi üçün təşəkkür edirik. Biz bütün özgürlük sevər insanlardan, insan haqlarını savunan fəallardan və qurumlardan və demokratik devletlərdən farsı olmayan və özəlliklə Güney Azərbaycan türklərinin İranda məzlum olub əzilmələrlə ilgilənmələrini istəyirik. 4. Biz demokrasidən, özgürlükdən və millətlərin özlərini idarə etmək haqqından yana olduğumuzu bildirib və bu yolda sona qədər mücadilə edəcəyimizi elan edirik. Çok teşekkürler. Değerli dostlar, ben öncelikle Araz kardeşime teşekkür ederim ki gerçekten yüreğini ortaya koyarak böyle bir zor ortamda insanların asimli olduğu bir döneme gelip çatmışız. Ama bu kardeşimiz hiçbir zaman böyle bir organizeleri hayata geçirmekten ve gelip burada böyle bir protestoları yapmaktan çekinmir. Kendilerine çok teşekkür ederim sizlerin huzurunda. Dostlar, Güney Azerbaycan'da 35 milyon insan inim inliyor. Kendi dillerinde mektepleri yok. Kendi dillerinde televizyonları yok, gazeteleri yok. Ama İran denilen terörist bir ülke bu hep insan haklarından, ondan sonra işte böyle merhametten her zaman dem vuruyor. İslam'da da bir kelime vardır ki diyor ki neyle gelirsen gel yanıma, yalnız hani diyor ya kul hakkıyla gelme. Bu 35 milyonun hakkını kastetmek, bunların okulunu, dilini elinden almak da herhalde kul hakkına geçmiyor mu? Biz de diyoruz ki buradan Güney Azerbaycan azat olana kadar, özgürlüğünü eline alana kadar sayımız istersen 3 olsun, ister 5 olsun, istersen 10 binleri bulsun. Bizler buraya geleceğiz. Yeter ki Güney Azerbaycan'daki kardeşlerimize bu uzak da olsak onların sesine ses verelim burada. Ben uzaktan ve yakından gelen hepinize tekrar teşekkür ediyorum. Yaşasın Güney Azerbaycan'ın, yaşasın Güney Azerbaycan'ın özgürlüğü, azatlığı ve oradaki Güney Azerbaycan için mücadele eden kardeşlerimiz. Sağ olun. Ona duyarlı davrandığınız için özellikle Atakan'a, herkesin huzurunda teşekkür ediyorum. Güney Azerbaycan konusuna gelince aslında bizim Türkiye'deki Türklerimizin çoğunun Güney Azerbaycan'ın varlığından bile haberi yok. Yani bu çok büyük ayıp, komik gelecek belki çoğunuza ama gerçekten böyle bir ülke varmış diye soranlar bile var. Aslında İran hükümetinin hakimiyetinde, işgalinde bulunan Güney Azerbaycan'da insan hakları ihlalinin yanı sıra asimilasyon yapılmakta, kültürel asimilasyon yapılmakta. Bu da yetmemiş gibi ekolojik bazı tehditlere önlemler alınmayarak insanları oradan göçe zorlanmaktadır. Soykırım, resmen soykırım uygulanmaktadır. Fazla detaya girmeye gerek yok aslında ama benim düşüncemi söylemek istersem oradan göçe zorlanmasında tek bir sebebi olabilir diye düşünüyorum. İran'ın biliyorsunuz Türkiye sınırları Van'dan İran'daki Güney Azerbaycan sınırlarına geliyor. Oradaki insanlara, İran Türklerine özellikle göçe zorladığı zaman Van tarafına istediği şekilde güçlerini yerleştirebilecektir. Ve oradan da tabii ki tahmin edebildiğimiz gibi işgal güçlerini Türkiye'nin üzerine saracaktır. Nükleer silahlara gelince uluslararası atom ajanslarının verdiği bilgilere hiçbirimiz inanmıyoruz. Özellikle Amerika ve İsrail'e karşı hiçbir sorunu olduğunu düşünmüyoruz. Çünkü İran ne Amerika'ya ne de Rusya'ya rakip olamaz. İsrail'de de hiçbir diplomatik, hiçbir tarihi sorunları yok. O zaman bize karşı kullanmak için hazırladığı da bir gerçektir. Artık bizlerin birleşmesi, sesimizi duyurmamız gerekiyor. İşgal altında bulunan İran halkı kendi dilini konuşamamakta. Özellikle Türklerin yok edilmesi için Türklere karşı yapılan savaşları, savaş mı desek artık bilemiyorum ama aslında bu gizli bir soykırımdır. Bir Ermeni olduğu zaman ayağa kalkan dünya bu kadar Türk'ün, 30 milyonu aşkın Türk'ün göçe zorlanmasına göz yummaktadır. Artık bilemiyorum. Hepimizi birlikte sesimizi duyurmaya davet ediyorum. Bir konu daha var aslında ama İran'ın
PKK'ya destek verdiği de çoğu kişiler tarafından bilinmekte. Kürdistan, sözüm ona Kürdistan Partisi'ne destek verildi. Hepimiz tarafından bilinmektedir. O zaman Türkiye ile olan politikasına ne kadar inanabiliriz, ne kadar güvenebiliriz? Dost mudur, düşman mıdır? Hepimizi düşünmeye davet ediyorum. Ve bütün Türklere, özellikle Türkçülük davasına gönül vermiş insanlara çağrı yapmak istiyorum. Madem Türk'sünüz, benim Türklerin yanındayım. Azatlık, azatlık! Milleti zindaniye azatlık, azatlık! Türk dilinden medrese, medrese! Türk dilinden medrese, medrese! Kutludur üzüm kutludur, gözlerim umutla doludur. Ardımca gel izinden olma, İzlerim kurtuluş yoludur. İzlerim kurtuluş yoludur. Köy Türklerin bayrağında men, Tanrı dağda Altaylarda men, orduların önünde giden oh, gökten inmiş gök börüyem men, gökten inmiş gök börüyem men.